xroniki xəstəliklərin inkişafına səbəb olan bağırsaq problemləri. Bu haqda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təcrübəli həkim gastroenteroloqu Arzu Quliyeva danışacaq. Bildiyimiz kimi orqanizmi xarici mühitdən qoruyan orqanlardan biri də bağırsaqdır və eyni zamanda orqanizmin immun sisteminin 70-80% bağırsaqda yerləşir. Əgər bağırsaq öz funksiyasını normal yerinə yetirə bilməzsə, bir çox autoimmun proseslər və xronik xəstəliklər inkişaf edə bilər. Bağırsağın səbəb ola biləcəyi xronik xəstəliklər və onların inteqrativ tibblə müalicəsi haqda Yaşamaq Gözəldir verilişində. Yüksək ixtisaslı həkimlərlə sağlamlıq problemlərindən xilas olun. Bir daha hər birinizi salamlayıram. Ekran qarşısında bizi izləyən çox dəyərli izləyicilərimiz Yaşamaq Gözəldir ikinci hissəsi ilə öz işini davam elətdirir. İkinci hissəmizdə studiyamızın qonağı həkim gastroenteroloq, inteqrativ tibb mütəxəssisi Arzu Quliyevadır. İlk olaraq doktorumuzun dosyası ilə tanış olaq, sonra keçid alacağıq mövzumuza. Gastroenteroloq Arzu Quliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Müxtəlif illərdə homotoksikologiyanın əsasları, gastroenterologiya, izopatiya, akupunktura və nevral terapiyaya aid bioloji təbabət üzrə Almaniya, Kolumbiya, İsveçrə, Rusiya və Ukrayna mütəxəssisləri tərəfindən ölkəmizdə keçirilən seminarlarda iştirak edib, müvafiq sertifikatlara layiq görülüb. Almaniyada keçirilmiş biotənzimləyici preparatlara aid konqresin iştirakçısıdır. Kron və xoralı kolit xəstəliklərinin müalicəsində bağırsaq mikrobiotasının əhəmiyyəti haqqında konqreslərdə dəfələrlə çıxış etmişdir. Tədqiqatçı həkim olaraq beynəlxalq jurnallarda kron və xoralı kolit xəstəliklərinin inteqrativ tibb üsulları ilə müalicəsinə həsr olunmuş tədqiqat məqalələri dərc olunmağa başlayıb. Bəli, doktorumuzun dosyası ilə tanış olduq. Artıq anonslardan da sizə məlumdur ki, bugün xroniki xəstəliklərin yaranmasında bağırsaqların rolu haqqında doktorumuz bizi məlumatlandıracaq. Əgər söhbətimiz əsnasında hər hansı bir sualınız yaranarsa, ekranlarda sizə bizim qaynar xəttimiz təqdim olunur, nömrələrimiz qeyd olunur. Bizimlə əlaqə saxlayıb dəyərli doktorumuza suallarınızı ünvanlaya bilərsiniz. Başlayaq, doktor, xoş gəldiniz. Sizi görməyimə çox şadam və bilirəm ki, bizim izləyicilərimizi də hal-hazırda bu problem çox narahat edir. Çünki mənim özümə də hər dəfə qeyd edirəm ki, verilişdən əvvəl anonsları paylaşım edirəm və çox suallar gəlib və aktual bir mövzudur. Ümumiyyətlə, doktor, elə başdan başlayaq ki, bağırsağın orqanizmində rolu nədən ibarətdir və xroniki xəstəliklərin yaranmasında bağırsaqların rolu? Birinci, bağırsağın orqanizmdə əhəmiyyəti nədir, onu deyək. Təbii ki, bütün orqanların hərəsinin özü ayrı-ayrılıqda bir əhəmiyyət kəsb eləyir ki, onların sağlığı bizim orqanizmimizin sağlığı deməkdir. Amma bugün bağırsağın o xəstəliklərin əmələ gəlməsində rolu nədən ibarətdir, o haqda danışacağıq. Bildiyimiz kimi, orqanizmi qoruyan orqanlarımız var, xarici mühitdən qoruyan. Başqa qoruyucu funksiyaları da var, amma bir xarici mühitdən qoruyan funksiyasından danışım. Məsələn, dəri kimi bağırsağımızda. Məsələn, dəri bizim xarici mühitdən qoruyan orqanlarımızdandır. Bilirsiniz, dərimizi isti, soyuq, taktil, yəni nəsə bir zərbə və yaxud günəş şüası, dərman, maddə, hər hansı bir dərinin məruz qaldığı, təmasda olduğu şeylər var. Fiziki, kimyəvi təmaslar var. Bunlar dəri tərəfindən orqanizma keçməsin və orqanizma ziyan verməsin deyə dəri tərəfindən qorunur. Eyni o cürdə, necə dərinin altında immun sistemi var və bu dərinin sorulma qabiliyyəti var, soğura bilir. Olmazsa dərinin krem şəklində olan dərmanları olmaz. Sorulma qabiliyyəti olduğunu bilirik. O sorulmada bu maddələr ki, dəridən sorula bilir, dərinin altında immun sistem kontroldan keçirilir. Və bunun sorulmasına icazə verilsinmi, verilməsinmi, orqanizma daxil olsunmu, qan dövranına keçsinmi, onu immun sistem təmin edir. Bu, dərinin qoruyucu funksiyasıdır. Eyni bu cür bizim mədə bağırsaq traktımız da, ağız boşluğu da, eyni zamanda yemək borusu da, mədəmiz də
bağırsaqlarımız da, bütün mədə-bağırsaq traktı bilirsiniz, xariclə əlaqəlidir. Xarici mühitlə yediyimiz, içdiyimiz, bütün dərman preparatları və s. ağızdan nə gedirsə, bu xaricdən daxilə gedən bir şeylərdir. Və bizim mədə-bağırsaq traktımız, daha çox da bağırsağımız, bu ağızdan bağırsağa qədər gedən bu qida, maddə, hər nədirsə, içəcək, içdiyimiz bir şeylər, bağırsaqdan qana, orqanizmaya keçə bilərmi? Onu mütləq kontroldan keçirdir. Eyni dərinin altında olduğu kimi bağırsağın da divarında immun sistemi var. Hətta qeyd etmək istərdim ki, bütün orqanizmin 70-80%, immun sisteminin 70-80% bağırsaq divarındadır. Və bizi bu xarici mühitdən qoruyur. Və bu yediyimiz, içdiyimiz, istifadə etdiyimiz, ağızdan aldığımız mədəmizə, bağırsağımıza keçən nə varsa, onun hamısı bağırsaq kontrol altından keçirdir. Parçalayır, həzmə məruz qoyur və ondan sonra da divardan keçəcəkmi, bağırsağın divarından, orqanın daxilinə, qana keçəcəkmi, keçməyəcəkmi, onun qərarını verir. Əgər bağırsaq sağlamdırsa, o zaman bizə xeyirli olan, bizə zəruri olan maddələri qana ötürəcək, bağırsaqdan bizim orqanımıza, orqanizmamıza keçirdəcək, zərərli olan, bizə ziyan verəcək şeyləri keçməyə qoymayacaq və bağırsaqdan atılmasını təmin edəcək. Bu da bizim bağırsağımızın xarici mühitlə qoruma yoludur. Xarici mühitlə daxili mühitimizi arasındakı əlaqəsidir. Yəni bir qapısıdır. Xarici mühitlə daxili mühit arasındakı bir qapısıdır, qoruyucu bir qapısıdır. Mən deyərdim ki, dərimizə bir günəş şüası və yaxud bir toz, bir mikrob dəyirsə, orqanizmamıza o qədər qidaların tərkibində, dərmanların tərkibində, içdiklərimizin tərkibində, tərəvəzlərimizdə, hər şeydə, ağızdan aldığımız nə varsa, çeynəyib udduğumuz nə varsa, onların tərkibində o qədər orqanizma xeyir bilib də içində o qədər orqanizma ziyan verəcək o qədər şeylər var ki, onu bağırsaq kontroldan keçirməzsə, hər yediyimizdən biz xəstələnərik, hər içdiyimizdən biz xəstələnərik. Mütləq dozasında, hətta dozasında. Misal üçün, deyim ki, kalsium bizə xeyirlidir. Süd məhsulu qəbul edirik. Əgər bizə yarım qram kalsium lazımdırsa, onu ötürəcəm. Bu, təbii ki, bu qram belə məcazi mənada, normal doza deyil, ümumiyyətlə deyirəm. Yəni, nə qədər dozada bizim bədənimizə keçməlidirsə, onu təmin edir. Artığı keçməyəcək, bağırsaqdan atılacaq. Siz artıqlaması ilə o mənə xeyirdir deyib yediyiniz şeyin artığı keçməyəcək. Bağırsaq onu qoruyacaq. Bizim bədənimizə, sümüyümüzə, orqanlarımıza və s. metabolizmamızda iştirak edəcək nədirsə, o bədənimizə sorulması gərəkən, onların sorulmasını təmin edəcək, geri qalanın artığını bağırsaqdan atacaq. Əgər bu funksiyanı normal yerinə yetirə bilmirsə, demək bağırsaq divarının baryer funksiyası, yəni qoruma funksiyası pozulubdur. Pozulubsa, keçiriciliyi pozulubdur demək ki, yəni bağırsağın içindən qana keçən şeylər normadan artıq keçəcək, nəinki normadan artıq və yaxud da ki, lazım olmayan, ziyan verəcək, toksik təsir edə biləcək şeylər də bağırsağa keçəcək. Bunun yaranma səbəbi nədən olur? Nədən pozulur? Yəni, əlamətləri necə olur? Bu, bağırsağın keçiriciliyinin pozulmasıdır. Buna keçiriciliyinin pozulması deyilir və bağırsağın bir qatının altındakı immun sistem buna reaksiya verərək keçiricilik pozulur. Təbii ki, o qat-qat müdafiə var. Selik müdafiəsi var, hüceyrə müdafiəsi var, ondan sonra immun sistemi müdafiəsi var və s. Qat-qat müdafiə var təbii ki. Sonra da bədəndə də müdafiə var təbii ki. Qaraciyərin müdafiəsi var və s. Çoxdur. Orqanizm onsuz da maksimum dərəcədə özünü sağlam tutmağa çalışır. Keçiriciliyin pozulması nə deməkdir?
O deməkdir ki, bağırsaq divarında tək qat hüceyrələr ki var, sıx-sıx belə yan-yana yerləşiblər. Bir-birinə çox sıx təmasdadırlar. İstər onların özünün qatından, istər də onların arasından onların işi pozulubsa, onların arası bir balaca aralanır və yaxud da ki, o hüceyrələrin sağlamlığı pozulur, zədələnir və o hüceyrələr öz işlərini normal yerinə yetirə bilmədiyi üçün o keçiricilik artır və yediyimiz, içdiyimiz, bağırsağımıza keçən hər nə varsa, bilərək, bilməyərək yediklərimiz, o zaman o bağırsaqdan, o hüceyrələrin qoruma funksiyası pozulduğu üçün bağırsaqdan qana keçir, qandan orqanizmaya, immun sistemi təsir göstərir, immun sistemi qıcıqlandırır, istər bağırsaq divarında, istər qan dövranı ilə orqanizmin özünün immun sisteminə təsir göstərir və s. Niyə pozulur deyirsiniz? Bu, hər şeylə əlaqəlidir. Ola bilsin, elə doğuşdan bağırsağımızın funksiyasında bir zədəli bir şey var. İşini yarım görən bir prosesi var. O elə doğuşdan da ola bilər. Ola bilsin ki, irsi deyilməz, o doğuşdan inkişaf etdiyi dönəmdə də ola bilər. Uşaq doğulduqdan inkişaf etdiyi dönəmlərə qədər də ola bilər. Və yaxud da ki, yediklərimiz, içdiklərimiz özü birinci növbədə bağırsağın divarını zədələyir. Bağırsağın divarında xırda mikro iltihablar əmələ gətirir. Həmin o immun sistemi ki, qorumalıdır. O immun sistemin hesabına qorumaq istədiyi üçün mikro iltihabın əmələ gəlməsinə səbəb olur. Və bağırsağın bu cür çox vaxt uşaqlıqdan böyüyüncəyə qədər. Mən bugün elə dünən 2 dəfə mən misal üçün bir masanın üstündə bir şey var idi. Onu giydim, o dəqiqə mənim bağırsağım zədələndi. Bu elə olmur. Uşaqlıqdan böyüyüncəyə qədər mən deyərdim ki, insanın müəyyən tərz qidalanması var. Müəyyən tərz. O tərz qidalanma, ailədə uşaq necə böyüyürsə o cür qidalanır, ailə necə qidalanırsa o da o cür qidalanır, inkişaf etdikcə böyüklər necə qidalanırsa o da o cür qidalanır və zamanla da bu bağırsaq divarının o qidalanma, o istifadə ağızdan nə keçirsə, bağırsaq divarını pozacaq nə varsa, onu müntəzəm olaraq edilirsə, bağırsaq divarı nəhayətində zədələnir. Mən deyərdim ki, haradasa %90% insanların bağırsağın keçirgənliyi, hansı ki o bariyer funksiyası var ki, sadəcə zəruri şeyləri keçirtməlidir, o keçirgənliyi pozulur. %90 insanların hamısında var. Amma zamanla, yaşa görə, mühitinə görə, nə dərəcədə orqanizma zərər verəcək qidalar qəbul edir ona görə o keçiricilik zamanla inkişaf edir və zamanla o keçiriciliyin pozulması bir xəstəliyin inkişafına səbəb ola bilir. Bəs, doktor, üzr istəyirəm, bu stres faktoru nə rol oynayır bağırsaq sisteminin pozulmasında, xəstəliklərin yaranmasında? Xəstəliyin yaranmasında stres faktorunun psixoloji bir zədələnmənin, psixoloji bir xronik zədələnmənin də təbii ki, bağırsaqdakı gedən proseslərə təsiri var və tərsinəsi də var. Məsələn, qıcıqlanmış bağırsaq sindromu deyirlər, xəstələrə çox vaxt deyirlər. Sənin bağırsağında bir şey yoxdur, sənin psixoloji problemin var, get antidepressant istifadə elə. Və yaxud da ki, xəstə daim bir nevroloqa və yaxud psixoloqa müraciət eləyir. Deyir, mən öz işimi lazımı qədər görmüşəm, sənin bağırsaq problemin var. Bağırsağın düzəlmirsə, çünki o xəstələr çox vaxt gah ishaldan, gah qəbizlikdən əziyyət çəkirlər, bir şey yeyirlər, o bağırsağın pozur və yaxud da ki, yemirlər, qəbiz olurlar və s. Daim əziyyət çəkirlər. Qarında sancıları olur, köp olur. Bunlara rahatlıq verməyən bir diskomfort mütləq bu mədə bağırsaq traktında olur. Xəstə gedir nevrolog ki, mənim əsəbim yerində deyil, müalicə alır. Psixoloqa, mənim psixoloji problemim var, mən hər şeyi tab gətirə bilmirəm artıq. Müraciət edir, deyir, mən görə biləcəyim qədər işimi görmüşəm, amma
Sənin bağırsağın bu psixoloji probleminlə deyil, get gastroenteroloqa müraciət elə. Yəni ikisi bir-biri ilə əlaqəlidir. Zəncir var. Birinci növbədə onu qeyd edeyim ki, əgər insanın depressivdirsə və psixoloqa müraciət edirsə, o insanlar bilsin ki, onun xoşbəxtliyini təmin edən hormonlar bağırsaqdan hasil olur. Serotonin. Hə. Bağırsaqda hasil olur. %90, hətta 95% cəmi bizim beynimizlə əlaqəlidir. Amma digər bütün %95%-i bağırsaqla əlaqəlidir. Bizim əhval-ruhiyyəmiz bağırsaqla əlaqəlidir. Ona görə doktor ikinci beyin deyirlər, adlanır elə. Müəyyən mənada onun da dəxli var. Bunun yəni elmi sübutu var ki, bu belə də həqiqətdir. Təbii ki, ayrıca bir beyin də deyə bilərik. Ayrıca bir müstəqil beyin də deyə bilərik bağırsağa. Amma hal-hazırki mövzumuz xəstəliklərin necə olur ki, əmələ gəlib, bağırsaqla nə əlaqəsi vardır bu prosesdə. O ki, deyirsə stres faktoru, bu cür bağırsaq, deyək ki, mikrobiotası və yaxud bağırsaq mühitinin, bağırsağın baryer funksiyasının, bağırsaqda gedən düzgün proseslərdə pozulma varsa və xəstədə depressiya varsa, xəstənin o stresə münasibəti də fərqli olur, bildiyiniz kimi. Depressiv insan daha çox özünə qapanır, daha çox deyir, niyə bu mənim başıma gəlir, niyə mən hər şeyi düz eləyirəm, belə yaxşı xasiyyətim var, amma bu hadisələr mənim başıma gəlir deyə dərd eləyir hər bir stresi. Və bu cür stresə ağır, acı yanaşmaq özü də başqa bir xəstəliklərin inkişafına gətirib çıxarır təbii ki. Bağırsaq mühiti normaldırsa, depressiyası yoxdursa, stresə münasibət də fərqli olacaq, səthi baxacaq. Bir növ o stres faktoru ona təsir eləməyəcək, xəstələnsin deyə. İkincisi də depressiyası yoxdursa, müəyyən mənada bağırsağında bir proseslər doğru gedir demək olur. Ona görə də stres faktoru nə zaman bağırsağın və yaxud başqa bir xəstəliyin inkişafına səbəb olduğu, bu dolayı yolla bağırsaqla əlaqəli olur. Bəs doktor, hər hansı bir xəstəlikdən insan müalicə alırsa, antibiotik qəbul edirsə, bəs bunun bağırsağa təsiri necə olur? Bunu artıq hamı bilir ki, antibakteriyal, antibiotik preparatlar mütləq bağırdan, mütləq müəyyən və %90-%95% bağırsaqdakı mikrobiotaya təsir göstərir. Əgər qısa müddətli istifadədirsə, 4 aya, 6 aya bərpa olar bəlkə bağırsaqdakı mikrobiota. Uzun müddətli bəzi xəstəliklər var ki, xəstə uzun müddət antibiotik almalı olur, bir antibiotikdən başqasına keçir və s. Bir də o antibiotiki niyə alır, o da başqa bir səbəbdir, başqa bir məsələdir. Bir də o bağırsaqdan inkişaf eləmiş bir xəstəliklə əlaqəli antibiotik alırsa, ikili təsir olur. Onsuz da bağırsaq bir problemi var imiş, başqa xəstəlikdən müalicə alsa belə. Var imiş ki, o xəstəlik inkişaf edib, bir də antibiotiklə o bağırsağın o problemini artırmış olurlar təbii ki. Bəs qidalanma burada nə dərəcədə önəmlidir? Bir bağırsaq xəstəliyindən əziyyət çəkən insan, bu izləyicinin sualıdır, doktor, bu sualı mütləq verməliydim, bilirəm ki, bizi izləyirlər. Necə qidalanmalıdır ümumiyyətlə? Məsələn, biraz qabaq qeyd elədim ki, qidalanma, bağırsaq, qida tərkibi qidalanma deyəndə ki, o gündə 3 dəfə, 5 dəfə qidalanmanı demirəm. O başqa bir baxışdır. Nə zaman onu etmək olar, amma qida tərkibi. Bəli, nə qida qəbul edə bilərlər, nə ümumiyyətlə tamamən... Dediyim kimi, bağırsaq əgər sağlamdırsa, o qidanın tərkibini bir-birindən ayıracaq, zərər olan şeyləri sorulmağa yol verməyəcək. Amma bu da bir yerə qədər, mənim gücüm çatan qədər bir yük daşıyaram, deyilmi? Sonunda o mənə 1 ay, 2 ay, 5 ay o yükü daşıdıracaqlarsa, sonunda fiziki olaraq yorulacam, mənəvi olaraq yorulacam və xəstələnəcəm. İnsandan danışıram, normal müqayisə elədim, normal yük daşımaqdan danışdım. Eləcə də bağırsaq da bir yerə qədər o işini görə bilir, sonra özü zədələnir. Bildiyimiz kimi qidaların tərkibində o müddəti uzun olsun deyə cürbəcür qatqılar var. Uzun müddət olan paketin içində olan qidalar o uzun müddətli olsun deyə
fərqli qatqılar, həm uzun müddət olsun deyə qatqıları var. Üstəlik dadı yaxşı olsun deyə biraz daha əlavə qatqılar, kimyəvi qatqılar. Dadlı olsun deyə, şəkərli olsun deyə müxtəlif qatqılar var, bilirik ki, o da bağırsağın baryer funksiyasını mütləq pozan şeylərdir. İkincisi, baxmayaraq ki, xəstəliyi olmaq şərt deyil. Məsələn, son zamanlar bu da bizim qidalanmamızla əlaqəlidir ki, çölyak xəstəliyi var ki, gluten yeyə bilmir, gluten tərkibli bir qida yeyə bilmir. Amma xəstə olmaya da bilər, olmaq şərt deyil. Ümumiyyətlə, çox zəngin gluten tərkibli qidalar qəbul eləmək rasionda çox geniş olması özü də bağırsaq divarını pozar, bağırsağın baryer funksiyasını pozar, hüceyrələrini zədələyər, iltihabın əmələ gəlməsinə səbəb olar. Həmin o keçiricilik pozular. Doktor, çox sağ olun. Mən çox üzr istəyirəm. İstərdim ki, verilişimizin bu məqamında vaxtımız da çox azdır. Çox gözəl, həqiqətən də maarifləndirici çıxış elədiniz və inteqrativ tibbdə bu xroniki bağırsaq xəstəliyindən danışardınız. Bu müalicə necə aparılır, metodu nədən ibarətdir və ənənəvi müalicə üsulundan nə ilə fərqlənir? Mən iki kəlmə deyim ki, bu vaxt az olduğundan görə çox danışa bilmirik, amma bu pozulma, bağırsağın baryer funksiyası pozuldu, amma nə inkişaf edə bilər onu iki kəlmə ilə deyim və onu necə inteqrativ yanaşılır, onu qeyd edeyim. İnkişaf edə biləcək xəstəlik heç bağırsaqla əlaqəsi olmaya da bilər. Məsələn, oynaq problemləri, revmatoloji problemlər ola bilər, məsələn, endokrinoloji problemlər ola bilər, şəkərə inkişaf gedə bilər, insülin direnci ola bilər, qaraciyər piylənməsi ola bilər, qaraciyərdə metabolizmlərin pozulması ola bilər, qalxanvari vəz xəstəlikləri ola bilər və s. Müəyyən bir autoimmun xəstəliklərin inkişafına gətirib çıxara bilər. Elə bağırsağın özünün bir immun problemli, autoimmun xəstəliyinə gətirib çıxara bilər və s. Nevroloji hətta bağırsağın sağlam olmaması, daha doğrusu öz işini sağlam görə bilməməsi nevroloji autoimmun xəstəliklərində inkişafına səbəb ola bilər. Bunu artıq elm buna gətirib, bunu göstərir və bu xəstəliklərin həm inkişafının qabağını almaq üçün ki, get-gedə ağırlaşmasın, hətta qarşısını ala bilmək üçün bağırsağa böyük əhəmiyyət verilir. Gastroenteroloji, bağırsağın özünü, orqanizmi qoruma funksiyasının bərpası üçün müəyyən inteqrativ taktika ilə xəstəliyin müalicəsinə yanaşma olur. Doktor, çox təəssüf olsun ki, bizim vaxtımız yekunlaşır. Biz yenidən görüşəcəyik. İzləyicilərimiz adından və öz adımdan sizə dərin təşəkkürümü bildirirəm. Proqramımızın sponsoru Karega brendidir. Karega ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Karega Maximum Hold Plus Fit krem istifadə edin. Protezinizi effektiv təmizləmək üçün Karega Maximum təmizləmə tabletlərindən istifadə edin. 2 dəfə çox təmizləyici hissəciklər. Karega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Karega ilə inamla yeyin, danışın və gülümsüyün. Bir də geyimə görə təşəkkür etmək istəyirəm. Şafa butikə onlayn fəaliyyət göstərir. Xüsusən də Fatimə və Şahanə xanıma təşəkkür edirəm. Qızlar, çox sağ olun. Sizlə ayrılıram. Sabah yenidən görüşəcəyik. Çalışın, peşəkarlarla sağlam qalın. Yaşamaq gözəldir. Karega brendinin baş sponsorluğu ilə izlədiniz.